Bəh. Bunun adı nə idi? Bir dənə rəylərə yazın zəhmət olmasa. Yadımdan çıxdı adı. Adım bilirdim. Çox qəşəng idi ya. Ətinə bax. Bəh. Əladır. Həqiqətən kim bu bağa sahib olmaq istəyir? Kim istəməz? Hövsan prokuratura bağlarında 5.5 sot. Yəni 5 sot yarım torpaq sahəsi çıxartmışam sizin üçün satışa. İki tərəfi torpağın, belə deyim də sizə də yoldur. 2 dənə dost, 2 dənə yaxın alıb özünə buranı qəşəng bağ evləri tikə bilər. Yanbayan qonşu olar bir-biri ilə. Nə meyvə ağacı istəyirsən maşallah. Həyatda var. Bilmirəm, indi daha 1000 dənə meyvə ağacı sortu var. 5 sot yarım torpağa nə qədər gedərsə, o qədər meyvə ağaclarımız var burada. Kupçalıdır. Xüsusi mülkiyyət, yenə də deyirəm, yaşayış məntəqələrinin torpaqları qiymətimiz 80.000 manatda təklif olunur, start qiyməti. Real müştərilərlə üzbəüz yalnız gələr, danışarıq Allahın izni ilə. Kim istəyirsə bu gözəl torpağımıza sahib olar. Dediyim kimi həyətdə yaşıllığı görürsünüz. Kim özünə də belə bağ istəyirsə, ağaclı bağ. Gəlsin alsın buranı. Elə insan var ki, mənə zəng edir, deyir ki, mənim evin böyüklüyünə falan ehtiyacım yoxdur. 2 dənə otağı olsun, normal bəs eləyir. Bax, Kupçalıdır. Gəl al, oradan özün üçün bir dənə ev tikib. Yüngülvari, həyət bağı bağça, sula özün üçün ağaclardır. Qəşəng burada bir dənə bağ düzəlt. İndi hansı ağacda xoş görmür, çıxar yenə başqasına ki. Bu yerə qədər deyirəm sənə. Bundan artıq da nə istəyirsən. Hövsan prokuratura bağlarında əsas yol bir 500 metr aralı məsafədə. Mən həmişə maksimum deyirəm də, özünüz bilirsiniz. Belə bir torpaqdır, kvadrat torpaqdır, gözəl bağ bağçamız 80.000 manat. Real müştərisən, zəng eləyirsən mənə, gəlirsən göstərirəm sənə. Bəyəndin buranı, gedirik otururuq sahibi ilə. Qiymətli danışıb behvi qoyub alqı-satqı verirsən. Yəni konkret al ver. Kupçada qaydasındadır. Yenə də deyirəm, xüsusi mülkiyyət, yaşayış məntəqələrinin torpaqları, sənədlər tam qaydasında. Bir dənə qalıb buranın real müştərisini tapmaq, o da zəng eləsin, həll edərik.